Salam, mən Cəbrayılov Vüsayla 216 nömrəli məktəbin rəqəmsal bacarıqlar müəlliməsi. Bu günləri sizlərlə 3-cü sinif mövzusu olan kompüterin proqram təminatı haqqında danışmaq istəyirəm. İlk öncə dərsimizə keçməmişdən öncə kompüterin aparat təminatı ilə bağlı biliklərimizi yada salmağa çalışaq. Gəlin baxaq görək kompüterin aparat təminatı nədir? Kompüterin aparat təminatı kompüterin bütün qurğularıdır. Bütün qurğular deyəndə biz bura nümunə olaraq monitor, klaviatura, siçan, mouse, touchpad, skanner, printer, kamera, mikrofon, kompüterə aid olan əsas və bütün əlavə qurğuları sadalaya bilərik. Gəlin indi burdakı tapşırıqları işləyək proqram təminatına aid. Gəlin baxaq görək hansı fikirlər yanlışdır. Birinci fikirdə prosesor informasiyanı emal edir. Bu düzgün fikirdir. Çünki prosesor biz bildiyimiz kimi kompüterin beynidir və kompüterdə gedən bütün proseslər prosesorun iştirakı ilə yerinə yetirilir. İkinci məlumatımıza baxaq. Qulaqlıqlar qrafik informasiyanı ötürən qurğudur. Qrafik informasiya biz bilirik ki, şəkil formatında olan informasiyadır və qulaqlıq isə bizə səs informasiyanı, məsəl üçün deyək ki, musiqini ötürür. Ona görə də bu fikir yanlışdır. Qulaqlıqlar qrafik informasiyanı ötürən qurğu deyil. Düzgün fikir belə olmalıydı. Qulaqlıqlar səs informasiyanı ötürən qurğudur. Növbəti fikrimizə baxaq. Deyir, istənilən monitorda daxilə quraşdırılmış video kamera var. Bu fikir üzr istəyirəm. Deməli, bu fikir yanlış fikirdir. Çünki yalnız notebooklarda biz bilirik ki, notebookların yuxarı hissəsində kamera yerləşdirilib, amma stolüstü kompüterlərdə bu yoxdur. Gördüyümüz kimi də bu da bizim dediyimiz cavablar. Biz də qeyd etdik ki, prosesor informasiyanı emal edir, doğrudur. Digər iki fikir isə yanlışdır. Gəlin növbəti tapşırığa baxaq. Deyir, əməli yaddaş informasiyanın müvəqqəti saxlanması üçün qurğudur. Bəli, əməli yaddaş müvəqqəti yaddaş da adlanılır və kompüter işlək olduğu müddətdə informasiyanı yadda saxlayır. İkinci fikrimizə baxaq. Klaviaturanın köməyi ilə informasiyanı kompüterə ötürmək olar. Bəli, klaviatura ilə biz bilirik ki, kompüterə yazıları, mətn informasiyası və yaxud da ədəd informasiyasını daxil edə bilirik. Ona görə də ikinci fikrimiz doğrudur. Üçüncü fikrimizə baxaq. Sərt disk bütün növ informasiyaların ötürülməsi üçün qurğudur. Bu fikir yanlışdır və niyə yanlışdır? Biz bilirik ki, sərt disk yaddaş qurğusudur və o informasiyanı ötürmür. O informasiyanı yadda saxlayır. Gəlin indi nəticəmizə baxaq. Bəli, dediyimiz kimi birinci və ikinci fikirlərimiz doğru, üçüncü fikrimiz isə yanlışdır. Gəlin indi isə informasiyanı baxaq görək ki, informasiya kompüterdə hansı şəkildə saxlanılır. Biz bilirik ki, informasiya kompüterdə fayllar formasında saxlanılır. Fayllar məsəl üçün ola bilər mətn faylı, şəkil faylı, səs faylı. Bu faylın növü faylın içində saxlanılan informasiyanın növündən asılıdır və fayl kompüterdə ada və saxlanma yerinə malikdir. Biz bilirik ki, kompüterdə informasiya fayllar şəklində saxlansa da, onları qovluqda yerləşdirə bilərik. Qovluq nədir? Qovluq fayllar üçün bir qutudur və onun içində müxtəlif tip fayllar saxlamaq olar. Bunu necə təsəvvür edin əziz uşaqlar? Təsəvvür edin ki, sizin bir kitabınız var. Həmin kitabın səhifələri fayl, kitabı özü isə bütövlükdə qovluq adlanır. Qovluğun içində biz çoxlu fayllar saxlaya bilərik, amma buna diqqət edək ki, faylın içində biz qovluq saxlaya bilmərik. Çünki qovluq daha geniş anlayışdır, fayl isə daha kiçik anlayışdır. Deməli, indi isə mövzumuza keçək, yeni mövzumuzun təhlilinə keçək. Baxın, biz kompüterdə işləyərkən hansı
deməli, hansı proqramlardan istifadə edirik? Gəlin baxaq. Deməli, rəsmlərlə işləyə bilərik, internetdə işləyə bilərik, mətnləri emal edə bilərik, hesablamalar üçün proqramlardan istifadə edə bilərik. İlk proqramımız Paint qrafik redaktorudur. Biz bilirik ki, Paint şəkillərlə işləmək üçün proqramdır və bildiyiniz kimi də aşağıdakı suallara cavab verək. Deyir, bu proqram hansı növ informasiya ilə işləyir? Biz bilirik ki, dediyimiz kimi Paint qrafik redaktordur, şəkillərlə işləyir. Buna görə də burada qrafik növ informasiya ilə işləməliyik. Sonra baxın, görürsüz, burada da yazılır. Bu qrafik informasiyanı emal etmək üçün proqramdır. Deməli, bir də təkrar edək. Paint proqramı şəkil çəkmək üçün istifadə olunur və qrafik informasiyanı emal edən proqramdır. İkinci proqramımızın adına baxaq. Google Chrome brauzeri. Brauzer nədir uşaqlar? Brauzer ümumiyyətlə axtarış etmək üçün bir proqramdır. Orada biz məlumatları kompüterə yükləyə bilərik. Hansısa bir məlumat haqqında informasiya toplaya bilərik. Google Chrome brauzerində bütün növ informasiya ilə işləmək mümkündür. Təsəvvür edin, siz Google-dan şəkil də yükləyə bilirsiniz, hər hansı bir mətn də yükləyə bilirsiniz, musiqi yükləyə bilirsiniz. Yəni burada Google Chrome brauzerində bütün növ informasiya növləri var və onu biz kompüterə yükləyə bilərik. Bu proqramdan daha çox informasiyanı ötürmək üçün istifadə edirik. Bir də təkrar edək. Google Chrome brauzeri internetdə işləmək üçün proqramdır. Bütün növ informasiyanı özündə saxlaya bilir və informasiyanı ötürmək üçün istifadə olunur. Növbəti proqramımız Notepad mətn redaktoru adlanır. Notepad mətn redaktorunda adından gördüyü kimi mətn növ informasiya ilə işləmək üçündür. Biz burada mətnləri yaza bilərik, üzərində hər hansı bir dəyişikliklər edə bilərik. Mətn redaktorumuz da adlandı nə? Notepad. Dediyimiz kimi mətn informasiyanı emal etmək üçün proqramdır. Digər proqramımız kalkulyatordur. Biz bilirik ki, kalkulyatorlardan hesablama aparmaq üçün istifadə olunur. Hesablamalar da rəqəmlər vasitəsilə, ədədlər vasitəsilə aparıldığı üçün bu da ədəd informasiyasını emal edən proqramdır. Bir də təkrar edək. Hesablama aparmaq üçün proqramımızın adı kalkulyatordur və orada ədəd növ informasiyadan istifadə olunur. Gəlin indi bir də ümumiləşdirək və tapşırığımızı da həll edək. Rəsmlərlə işləmək üçün proqramımız adlandı Paint. İnternetdə işləmək üçün proqramımız adlandı Google Chrome. Mətnləri emal etmək üçün proqramımız adlandı Notepad. Hesablamalar aparmaq üçün proqram isə adlandı kalkulyator. Gəlin ümumiyyətlə proqram nədir? Onun tərifinə baxaq. Proqram istifadəçiyə kompüterdə informasiya ilə işləmək üçün kömək edən alətlərdir. Bir də təkrar edək. Proqram istifadəçiyə kompüterdə informasiya ilə işləmək üçün kömək edən adətlərdir. Baxın da, tutaq bir nümunə çəkək. Məsəl üçün, mənə hər hansı bir uzun misal verilir və mən həmin informasiyanı necə deyirlər, əldə etməliyəm və kalkulyatorun vasitəsilə çox asanlıqla həmin informasiyanın kalkulyatora daxil edərək nəticəsini görə bilərəm. Ona görə deyirik ki, proqramlar istifadəçiyə, yəni bizə kompüterdə informasiya ilə işləmək üçün kömək edir. Belə, birlikdə bütün proqramlar proqram təminatı adlanır. Bir də təkrar edək, bütün proqramlar proqram təminatı adlanır. Burada belə bir sxem verilib, bu sxemi aydınlaşdıraq. Tutaq ki, bizim bir kompüterimiz var. Həmin kompüterdə işləmək üçün bizə ilk öncə nə lazımdır? Aparat təminatı, burada kamera, sərt disk, prosesor, qulaqcıq kimi şəkillər, qurğular göstərilib daha doğrusu. Aparat təminatı ilə yanaşı bizə nə lazımdır? Proqram təminatı. Burada da Google Chrome, Notepad, Paint, kalkulyator kimi proqramları nümunə göstərmək olar.